Salam aleyküm değerli dostlar, değerli kardeşler. YouTube kanalımızın Sultan Ofis ailesi. Sizler hamınızı hoş gördük bu günləri Binə qəsəbəsi İmam Həsən məscidi deyilən ərazidə. Deməli sizə gözəl bir evimizin təqdimatına aparıram. Navesti, üzümçü, bak belə qəşəng üzüm çardağı, üzümlü, yarpaqlar da üzü hazır. Gəl kattalojla. Üzümləri yarpağından yığ, vır dolmaya geçsin. Yani süper bir həyat evidir. Kombimiz var. Dostlar, evimizin otaqları 3 otaqdan ibarətdir. Qiymət, cəmi cümlətani ev yazı neçəyədir? 49.000. 52.000-dən 49.000-ə salıbdır. Real alıcıya ama cüzü da deməsin. Ha mən ay 1000 salıram, ay neyinirəm. Uzaq başı yani 500 zat dirəncək 1000 salarız da yani problem deyil. Gəlin yerində söhbət eləyək. Yani onu da deyim biləsiniz. Ev yazın qulağından uzaq. Dostlar, mükemmel ev. Gəlin bura. İndi nə edirik? Keçirik evimizin təqdimatına. Səhifədə əlaqə nömrələri var. Aşıq xanım, siz də salamlayın izləyicilərimizi. Salamlayıram. Yallah dedik, təqdimata keçirik. Bəli dostlar, evimizi gördüyünüz kimi gözəl, bax belə bir qəşəng, səliqəlidir. Məhləsi çox gözəl məhlədir. Dostlar, qəşəng evdir də. Axtarırsınızsa bundan o tərəfəsinə getməyin. Qiymət də münasibdir. Bax, koridoru geniş koridor. Bax, bunlar qalır. Evimizin əşyaları demək olar ki 50-50-yədir. Qalma variantı. Gördüyünüz hər bir şey var. Kuxuna mebeli, Wi-Fi, internet hamısı var. Dostlar, bax gördüyünüz kimi. İndi nə götürüləcək, nə qalacaq bilmirəm, amma çox şey saxlayır. Çox şeyə əl vurmur. Lüsturu var, qəşəng belə bir otaqdır. Kombi radiatorlar öz yerində. Zalı gördüyünüz kimi qəşəng səliqəli, şirin evdir dostlar. Şirin evdir, özü üçün tikilib, oturulub. Yani gördüyünüz kimi kombisi, nə bilim hər bir şey var da yani necə lazımdır. Əşyalar bax bu divandır. Nə bilim axı stol deyir qalacaq. Götürməyəcəm. Yataq dəstidir qalacaq. Gedək baxaq dostlar. Bax bunlar da qalır, götürmür. Qəşəngdir, yani oturulmuş ev. Dostlar, bu qiymətə da nə axtarırsınız ki? Evin arxasıdır. Bax belə bir boş yer qalıb. İndi kimindir bura bilmirəm. Yəqin o birisi qonşuyundur. Arxadan çünki yeri var. Belə bir şeydir. Sonra keçək digər tərəfimizə. Dostlar, oturulmuş ev, şəxsi ev. Qəşəng səliqəli. Gəlin bura. Bu birisi otağımızdır. Bura boşdur heç. Bura boş otaqdır. Gördüyünüz kimi. Real alıcılar ətraflı zəng eləsinlər. Buyursunlar inşallah. Dəmir reşotkalarına qədər pəncərələrin hamısında var. Dostlar, göstərim, baxın. Dəmir reşotkalarına qədər var. Təcili belə bir ev almaq istəyənlər ətraflı əlaqə saxlasınlar səhifədəki əlaqə nömrələrimizdən. Məncə belə bir variant hər dəqiqə ələ keçmir. Məncə xeyirlisi. Allahdan gəlin götürün.